85 nömrəli testdə qan insanın akciğer kapillyarlarında 37,5 mm məsafə qət etmişdir, 0,5 mm bölü saniyə sürətlə. Bu zaman ürəyin 0,5 saniyəlik sikl şəraitində neçə nəbz vurgusu olar? Biz fizikaya müraciət edəcəyik. Fizikada sürətin düsturu necə idi? V bərabərdir S bölünsün T. Bizdə burada nə verilib? Verilib, yəni məsafə, qət etdiyi məsafə S, yəni S bərabərdir 37,5-ə və sürət verilib, V mötərizədə verilən sürətdir. 0,5 mm bölü saniyə, bu da millimetrdir vahidi. Biz buradan T-ni tapmalıyıq. Bizə lazımdır zaman, çünki deyir bu zaman ürəyin deməli neçə nəbz vurgusu olar. T bərabərdir S bölünsün V bərabərdir 37,5 bölünsün 0,5. Buradan tapırıq ki, bu 75 eləyir. Yəni T-miz 75 saniyədir. Vurğuların sayını tapmaq üçün düsturumuz belədir. Bunu istəyirəm ki, hamı öz dəftərində qeyd eləsin. Nəbz vurğu sayı bərabərdir saniyə bölünsün sikl. Bizə də saniyəmiz neçədir uşaqlar? 75-dir. Siklimiz neçədir? Şərtdə bizə verib 0,5-dir. Buradan da tapırıq 150 vurğu. Yəni 75 saniyədə həmin bu insan 150 ürək döyüntüsü olur. Ola bilər ki, məsələdə sikli verməzdi, sikli soruşardı, nəbz vurğusunu verərdi və yaxud da nə bilim saniyəni verməzdi, nə bilim sikli soruşardı. Müxtəlif şərtlərdə verə bilərdi. Yəni istənilən şərtdə siz olsa riyaziyyat bilirsiniz də. Riyaziyyatdan əlaqələndirib sikli soruşsa, sikl keçəcək bir saniyənin nəbz vurğusuna böləcəksiniz. Saniyəni soruşsa, siklin nəbz vurğusunu bir-birinə vuracaqsınız.